Salam, hər vaxtınız xeyir olsun əziz izləyicilər. Bugünün ilk sualının izahı ilə başlayaq. Bir komandaların icrasından sonra y dəyişəninin qiyməti nə olacaq? Y-in 15-dir. Buna y 0 deyək. Sonra y bərabərdir y üzərinə gələk. Nə? 12. Düzdür. Y-in nədir? 15-dir. 15 üzərinə gəl 12. Elədi nə? 27. Düşürəm aşağı. X bərabərdir. D üzərinə gəl 1. D'nin üzərinə gəldim 1'i. D nə idi? D nə olmuşdu? 27. 27'nin də üzərinə 1 gəlsəm eləyəcək 28. X'i də aldım 28. İndi sonda y 1 bərabərdir. Artıq bu yeni y dəyişənimdir. Y 1 bərabərdir. Buradakı y-in yerinə y 0 qoyacaq. Yəni y-in ilkin qiymətini. Deməli, D nə oldu? 27. Deminə vermişdi mənə. Baxın, D nədir? 27. 27'ni yazdım. Üzərinə gəldim X-ə. X nədir? 28. Düzdürmü? 28'dən də Y nə idi? 15. 15. 15'i çıxsam, 27'nin üzərinə 28 gəlib. Ondan da 11 çıxsam, 28'də 11 çıxsam 13. 13'ün də üzərinə 27 gəlsəm, eləyəcək 40. Cavabım oldu Y variantı. Keçək növbəti sualımıza. Bu da maraqlı bir nümunədə, sual nümunəsindən biridir. Bugünkü suallarımızı mən Python bölməsinə həsr etmişəm. Niyəsə bugün belə etmək istədim. Deyir ki, verilmiş fragment ekrana fragmentdən hansı ekranın nə qiymət çap olunacaq? A-nı verib mənə 3456. Deyir ki, A-nı tam böl. Bax, bu tam bölmə işarəsidir. A-nı deyir tam böl 1000'ə. A, yəni 3456 tam bölünsün nəyə? 1000'ə. Bunu da sonda vuracağım 1000'ə. Üzərinə gələcəm A-nın, yəni həmin bu 3456'nın ona bölünməsindən alınan qalığa. Bunu da bir mötərizə kimi düşünə bilərik. Bərabərdir. 3456'nın 1000'ə bölünməsindən alınan tam nədir? 3. Vurdum 1000'ə. Nə elədi? 3000. Böyle birbaşa 3000 yazdım. 3000. Üzərinə gəl nəyi deyir? Deyir ki, bunun ona bölünməsindən alınan qalıq. Ona bölünməsindən alınan qalıq nədir? Ondan kiçik bir ədəd olmalıdır da, düzdür. Sonuncunu götürür, yəni 6'nı. Cevabımız olur 3006. Bu da D variantında göstərilir. Deyir ki, aşağıdakı proqram fraqmentinə əsasən P dəyişəninin qiyməti neçə olacaq? Növünü verib mənə 32. Pol funksiyası pol verdi. Pol verir. Yəni üstlü qüvvət. Üstlü qüvvət funksiyası. Pol funksiyasının birinci yerdə dayananı, məsələn buna A, buna B desək, birinci yerdə dayananı olur mənim əsasım, ikinci yerdə dayananı olur qüvvətim. Yəni A üstü B şəklində. İndi gələk bunu misalımıza tətbiq edirik. Deyir ki, M nədir? 32. 32, bu da 5'də 1'dir. 5'də 1 nə deməkdir? 5-ci dərəcədən kök altında deməkdir. 5-ci dərəcədən kök altında deməkdir. 32'ni də mən 5-ci dərəcədən kök altına salsam nə alınır? 5. 32 nədir? 2 üstü 5. 5'lər gedər, qalar 2. N'in cavabını nə aldım? Baxın, bu N'dən söhbət gedir. M 32 idi, N'in aldım, 2 aldım. Keçək 3-cü hissəmizə. Burada nə deyir? P bərabərdir N üstü 5. N nə idi? 2 idi. 2'nin də üstü 5.
Yenidən mənə 32 cavabını verəcək. Sən növbəti sualımıza gələlim. Bunlar biraz sizə qarışıq gəlir. Qarışıq gəlməyi normaldır. Amma biz əgər əməllər sırasını bilsək, burada heç bir qarışdırıcı məqam olmayacaq. Baxın, birinci biz nəyə yerinə yetirməliyik demişdik? Üstü qüvvət funksiyasını, düzdürmü? Yəni, yazıram 4. 4 üstə gəlinsin. 4'ün kvadratı vurulsun 3. Sonda bölünsün 2. Sonra vurulsun 3. Bərabərdir. Keçirəm, yazıram bunu yenə. 4 üstə gəl. 4'ün kvadratı nədir? 16. 16'nı 3'ə vursam 48. Bölünsün 2, vurulsun 3. 4'ün üstünə 48 gəldim, nə elədim? 52. 52'ni 2'yə bölərəm, sonra vuraram 3'ə. Niyə birbaşa 6'ya bölmürəm? Çünki 6'ya bölmə belə olur. Baxın, bu şəkildə. Mötərizədə yazılsaydı, birbaşa 6'ya bölərdim. Amma mənə birinci 2'yə böl, daha sonra 3'ə vur deyir. 52'ni 2'yə böldüm, nə elədi? 26. 26'nı da vurdum 3'ə, elədi 10, 18, 78. Cavabım oldu B variantı. Gəlirik deyəsən sonuncu sualımıza. Bəli, daha bir maraqlı Pythonla bağlı olan misal nümunəsi. Python sualları ümumiyyətlə çox maraqlı olur. Verilmiş əsasən də ekrana məsəl olacaq. A nədir? 10'dur. B nədir? A-nın 3'ə bölünməsindən alınan tam. Yəni 10'un 3'ə bölünməsindən alınan tam. Biraz bunu nazik yazmışıq, falan oldu. 3. Üzərinə gələk 5. Onun 3'ə bölünməsindən alınan tam nədir? 3. Onu mən 3'ə bölsəm, alıram 3. 3'ü 3'ə vursam 9, qalır. Tamım 3, qalığım 1. Buna görə tamı 3 yazdım. Üzərinə də 5 gəlsəm, eləcək 8. Nə aldım mən? B'nin qiymətini 8 aldım. B bərabərdir 8. Buna deyək A0, buna deyək B0. Bu olsun A1. Baxın indi A1'də mən B0'ı qoyacam yerinə. Yazıyıb. B0'ın qiymətini qoyacam yerinə, həll edəcəm. İndi B0'ım nə olmuşdu? 8 olmuşdu, düzdür? 8'in 2'yə bölünməsindən alınan qalır. 8'in 2'yə bölünməsindən alınan qalır. 4 dəfə, 4 dəfə 2, 8. Qalığım nə oldu? 0 oldu. A1'im nə oldu? 0. İndi gəlirəm aşağı. Bu nədir? B. Bu B1'dir. Bu A1'dir. Bu isə B0'dır. Bunu nömrələməyə də bilərsiniz. Əgər tam aydın olursa sizə, burada yazılanları nömrələməyə bilərsiniz. Amma nömrələsəniz, çaşma ehtimalınız, səhv etmə ehtimalınız minimuma bərabərdir. A1'im nə oldu? 0 oldu. Üzərinə gəldim nəyi? B0'ım. Yəni 8'im. Cavabım da oldu 8. Bu qədər. Bugünlük bu qədər. Sizə xoş həftə arzu edirəm. Dinlədiyiniz üçün təşəkkürlər.